Salam. Bu günləri deməli 2025-ci il test sorğusunun ikinci hissəsindən ispat üstü həll edəcəyik. Oxuyuram. A 0 ilə 1 arasında, B də 0 ilə 1 arasında olarsa, loqaritm A-sə görə AB üstəgəl loqaritm B-sə görə AB-nin 4-dən böyük bərabər olduğunu ispat edin. Yazaq. Loqaritm A-sə görə AB üstəgəl loqaritm B-sə görə AB bərabərdir. Hansının loqaritmi tutulduğuna görə bu olacaq loqaritm A-sə görə A üstəgəl loqaritm A-sə görə B. İkincisi də eyni qayda ilə loqaritm B-sə görə A üstəgəl loqaritm B-sə görə B. Loqaritm A-sə görə A 1 eləyir. Qaldı loqaritm A-sə görə B üstəgəl B-sə görə A. B-sə görə B də 1 eləyir. Toplam sadələşdirirsək alırıq. 1 üstə 1 gələndə 2. Loqaritm A-sə görə B üstəgəlsin loqaritm B-sə görə A. Bu loqaritm A-sə görə B ilə B-sə görə A. Şərtdə verib ki, A da B də ikisi də 0 ilə 1 arasındadır. Biz də bərabər loqaritm funksiyanın xassəsindən bilirik ki, A ilə B ikisi də eyni zamanda 1-dən kiçik və yaxud ikisi də eyni zamanda 1-dən böyük olsa, onda bu loqaritm A-sə görə B müsbət ədəddir. Və digər tərəfdən bunlar tərs ədədlərdir. Müsbət tərs ədədlərin də cəmi məşhur bərabərçiliyi bilirik ki, həmişə 2-dən böyük bərabər olur. Bərabərlik işarəsi də bu toplamlar bir-birinə bərabər olanda alınır. Ona görə bu loqaritm A-sə görə B ilə B-sə görə A 2-dən böyük bərabərdir. Alırıq ki, onda bu ifadə böyük bərabərdir. 2 plus 2 o da eləyir 4. Aşağıda da istifadə edəcəyim xassələri yazmışam. Bunun da isbatı tələb olunurdu. Keçək isbat məsələsi 4-ə. ABCD paralleqramının A və D bucaqlarının tənbölənləri VC tərəfində Y nöqtəsində kəsirlər. ABC üçbucağının sahəsinin AY və DY hasillərinin yarısına bərabər olduğunu ispat etmək lazımdır. Paralleqramın bir tərəfinə iki bucaqların cəmi 180 dərəcə olduğundan, indi mən burada sözləri yazmamışam yenə, yazanda uzun çəkir. Amma dediyim sözlər də yazılmalıdır, bu yazdıqlarım da yazılmalıdır. Deməli, belə qeyd edirik də, deyirik ki, paralleqramın bir tərəfinə iki bucaqların cəmi 180 dərəcə olduğundan, sonra yazırıq, bucaq BAD üstəgəl bucaq CD-yə bərabər 180 dərəcə. Bu bərabərliyin hər tərəfini 2-yə bölsük, alarıq BAD bölü 2 üstəgəl CDA bölü 2 bərabər 180 bölü 2. AY tənbölən olduğuna görə BAD-ni 2-yə böləndə DAY bucağını alırıq, CDA-nı 2-yə böləndə ADY bucağını alırıq, qoyduğu yerinə bərabər oldu bunların cəmi 90. Sonra üçbucağın bucaqlarının cəmi 180 dərəcə olduğundan, deməli bu sözü yazılır da, üçbucaq AYD-dən alınır ki, bucaq AYD bərabər 180 çıxılsın DAY ilə ADY-nin cəmi, olan da cəmi ispat eləmişdik ki, 90-dır. 180-dan 90 çıxır, qalır 90. Deməli AYD bucağı düz bucaqdır. Üçbucaq da A7, düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaq A7-nin sayısı katetlər arasının yarısına bərabərdir. A7 bölü 7 bölü 2. Bir tərəfdən. Digər tərəfdən A7 üçbucağın sayısını tapmaq üçün Y təpəsində AD perpendikulyar indirək Y-yi. Onda A7 üçbucağın sayısı olur AD bölü Y bölü 2. Bu AD bölü Y bölü isə paralleqram ABCD-nin sayısıdır. Tərəf hündürlüyü yazılır yerinə. ABCD paralleqramının sayısı isə ABCD paralleqramının sayısını yarıya böləndə isə ABCD üçbucağının sayısını alırıq. Çünki bilirik ki, paralleqramın diaqonalını çəkəndə o sayısı bərabər olan 2 üçbucağa bölünür. Deməli, paralleqramın sayısının yarısı eləyir ABC üçbucağının sayısı. Deməli, ispat elədik ki, A7 üçbucağının sayısına ABC üçbucağının sayısı bərabərdir. Ona görə də ABC üçbucağının sayısı bərabər olur AY bölü DY bölü 2. Bunun da isbatı tələb olunurdu. Sağ olun.